Salam uşaqlar, səhifə 84-ün davamını edirəm. 11-ci tapşırığa baxıram. Deyir ki, qabın tutumu neçə litrdir? Gəlin əvvəlcə biz nə edək? Santimetrə çevirək. Hamısını santimetrə çevirsə, litrə keçirmək asan olacaq. Həcmin tapmalıyıq. Çünki tutum deyəndə həcm başa düşürük. Eni uzunluğa vururuq hündürlüyə. Gəlin, enimiz nə edir? Enimiz 40 santim. Öz yerində qalsın 40 santimetr. Vurulsun. 1 metrimiz neçə santimetrdir? 100. Sıfırdan %32 metri vuracağım 100'ə. Nə etdi? 32. Vuram 32 santimetr elədi. 32 santimetr. Vururam. Hündürlüyümüz nədir? 1 desimetr 10 santidir. Bunu da nəyə vuram? 10'a. 2,5'i vururam 10'a uşaqlar. Buna 10'da 25 deyirik də. Yəni vururuq 10'a. Sizə göstərirəm deyə belə eləyirəm. Nə etdi? Bu şəkildə. 40'ı 25'e vururam. 4'ü 25'e vuranda 100. Yanında bir 0 1000. 1000'le vururam 32'ye. Ne elədi? 32.000 kub santimetr. 32.000 kub santimetr neçə litrdir? Uşaqlar 32 litrdir. Cavabımız 32 litr. Keçirəm növbəti 12-ci tapşırığa. 12. Oturacağı kvadrat olan düzbucaqlı polivet şəklində qabın hündürlüyü həcmdir. Yenə burada tutumu deyir. Yenə həcmdir. V bərabərdir. A vurulsun A vurulsun H. Yəni deyir ki, oturacaqları kvadrat şəklində. Yəni bunlar eynidir. A'larımız nədir? Uşaqlar. Hamısını santimetrə gətirmək çox asandır. Çünki kub santimetrə gələcək, onda litrə çevirmək çox asan olacaq. Gəlin 5,6 desimetrimizi tapalım. Neçəyə bərabər? 1 desimetrimiz 10 santimetrdir. Yəni 10'da 56 vurulsun 10. Nə etdi? 56 santimetr. Yəni 56 hündürlüyümüzdür. Vurulsun. Oturacağın tərəfi 5, 0,5 metrdir. Santimetrə çevirirəm. 10'da 5 metr. Santimetrə çevirəndə nəyə vururam? 100'ə vururam. Sıfırlar gedir 50. Yəni tərəfi də 50'dir. Digər tərəfi də 50'dir. 50 vurulsun 50. Nə edir? 2500 vurulsun 56'ya. Yine sıfırı sona yazıram. 56'na vururam 25'e. 5 dəfə 6 30, 3 yadda 25, 3 yadda 28, 2 dəfə 6 12, 1 yadda 10, o da 11, 0, 0, 3, 4, 400. İndi buna nədir? Kub santimetr. Dedim kub santimetrə litrə çevirəndə nəyə bölürük? 1000'ə bölürük. 1000'ə böləndə neçə dənə sıfır gedir? 3 dənə sıfır. O da nə alındı? 140 litr. Cavabımız 140 litr. Keçirəm 13-cü tapşırığa. Deyir ki, uzunluq var, eni var, polivetin və hündürlüyü var. Gəlin həcmini tapalım uşaqlar. 15'i vuracağım 6'ya, vuracağım 2,5'e. Gəlin. 6'nı 2,5'e vuranda, gəlin baxın. 30, 3 yadda, 12, 3 yadda da 15. 15'e vuranda 225 kub metr.
Bunun 5'te 3 hissəsi su ilə doldurulmuşdu. Hovuzda neçə litr su var idi? 225'in vururam 5'te 3 hissəsinə. Ne eləyir? 25, o da 45. 45'te 3'e vururam 15, bir yerde 135 litr su var. Suyla doldurulup 135 litr suyla doldurulup. Uşaqlar, yəni düzgün vurun. Bunun həcmini tapdıq uşaqlar. 15'i 6'ya vuranda 90 eləyir. 90'ı 2,5'e vuraq. 2,5'e vururam. 45, 0, 10, 8, 5, 12, 225. Aha. 225 alındı. Düzdür həcmi. 225'i 5'e böldüm. 45, 45'te 3'e vururam. 135. İndi uşaqlar. İndi deyir ki, kub metrdir. Bunu nə alındı? Kub metr. Biz kub metri litrə çevirməliyik. Baxın. Bir kub metrimiz neçə litrdir? 1000'dir. 135'i də vuracağım 1000'ə. Ne alındı? 135.000 litr. Cevabımız bu alındı. Doldurulmuştur. Neçə litr su olduğu məlumdur. Budur. On dördə baxırıq. 14'te ne deyir? Şəklində çənin uzunluğu budur. Eni isə 2'də 1. Gəlin metrinə, onsuz da metrinə eləyəcəm. Baxırıq. Uzunluğu nədir? 3,6 metrdir. Eni bunun 2'də 1'i. Yəni 3,6'nı böləcəm 2'yə. Bir dəfə 16, 1,8. Özüm belə yazıram, mən şifahi deyə bilərdim. 1,8. Eni nə qədərdir? 1,8'ə. Hündürlüyü 1,5'dir. Metrdir. Hamısı metrdir. Bunun həcmini tapmaq üçün 3,6 vurulsun 1,8 vurulsun 1,5. Uşaqlar, gəlin vuram. 1,8'i vuracağım 1,5'e. 4, 7, 9, 8, 1. 17, 2. Virgül hardan qoyulur? 2 dənə ədəd var. Onda 2,7 alınır. Bu 2,7 alınır. İndi vururam 2,7'ni 3,6. 6 və 7'in 42, 4 yadda. 2 dəfə aldım 12. O da 16 eləyir. 3 dəfə 7'in 21. 2 yadda. 2 dəfə 3'ün 6. 2 də yadda 8. 2, 7, bu da 9. Ne alındı? 9 tam %72 kub metr. Bunun həcminin 8'də 3 hissəsi. Demək, 9 tam %72'nin 8'də 3 hissəsi su ilə doldurulmuşdur. 9 tam %72'ni böləcəm 8'ə. Bir tam 1215 alındı. İndi buna böldüm. Bir tam
İndi 215 vururam 3'e. 15 bir yadda 3 bir yadda 4 6 bu da 3 tam minde 645 kubmetr. Kubmetri litrə çeviririk. Baxın bu uşaqlar var. Litrə çevirəndə nə edirik? Minə vururuq. Onda minə vuranda nə idi? 3645 litr. Cavabımız budur.